Sumqayıt şəhərində ekoloji tarazlığın qorunması, estetik görünüşünün artırılması və vətəndaşlara daha yaşıl mühitin təqdim olunması məqsədi ilə yaşıllaşdırma tədbirləri uğurla davam etdirilir. Şəhər Yaşıllaşdırma İdarəsinin əməkdaşları tərəfindən müxtəlif küçə və prospektlərə giran və kazalya gülləri əkilib, geniş sahələrdə qazon örtüyü döşənib. Hazırda yaşıllıqların müntəzəm suvarılması, eləcə də ot biçimi işləri aparılır. Görülən tədbirlər nəticəsində şəhərin ümumi görüntüsündə nəzərə çarpacaq dərəcədə dəyişiklik müşahidə olunur. Xüsusilə yay aylarında şəhər sakinlərinə sərinlik və mənəvi rahatlıq bəxş edən bu yaşıllıqlar həm də ətraf mühitin sağlamlaşdırılmasında mühüm rol oynayır. Yaşıllaşdırma İdarəsi yüksək məsuliyyətlə fəaliyyət göstərir. Onların məqsədyönlü və ardıcıl fəaliyyəti sayəsində Sumqayıt artıq təkcə sənaye şəhəri deyil, eyni zamanda yaşıl və abad bir məkana çevrilməkdədir. Bu sayədə aparılan işlər bir daha göstərir ki, təbiətə və vətəndaşa dəyər vermək idarənin əsas prinsipidir. Şəmistan Fikrətli, Elburus İsmailov, Bugün İnformasiya proqramı üçün.